Qonaq otağı deyil. Hal-hazırda koridor hissədəyik. Gördüyünüz kimi geniş bir koridordur. Sağ tərəfdə addelni sanitar qovşağımız və addelni sanuzelimiz. Ölçülərə təbii ki söz yoxdur. 120 kvadratlıq 3 otaqlı evdir. 4 otaqlı evin kvadratında. Belə bir genişlikdə ev yoxdur. 2 dənə kombi radiator qoyulubdur. Qonaq otağıdır. Nə bilim 8-in 4-ə baxarsa belə bir ölçüdür. Yataq otaqlarımız özü elə 6-nın 4 yarıma 5-ə belə bir ölçüdədir. Kombisi qalır, mətbəx mebeli qalır. Ümumiyyətlə burada gördüyünüz əşyaların hamısı qalır. Qiymət 67 min. 67 min qiymətidir. Təbii ki də real müştəri endirim olacaq. Yerləşmə yeri Binə qəsəbəsi 190 axırı 3 sotda evdir. İndi sizi mətbəxlə də tanış edək. Gördüyünüz kimi mətbəx hissəsidir. Ölçüləri həqiqətən də çox genişdir. Mətbəx mebelində üst hissəsi yığılıbdır. Elektronika götürüləcək, amma qalan gördüyünüz hər bir şeyə qalacaq. İndi həyətyan ərazi ilə sizi tanış edirəm. Gördüyünüz kimi internetindən belə hər şeyi var. 3 sotdadır dostlar. 3 sot həyətyan ərazisi var. Belə bir 120 kvadratlıq ev. Burada sanitar qovşağı, bakızadır, hər bir şey var. Kombisindən belə. Evin arxa tərəf, sağ tərəf hamısı məsafəlidir. Geniş evdir. Baxın, belə gördüyünüz kimi. Arxaya da keçid olub. Padvalı da çox hündürdür. Təkcə atmaları 5-in 25-ədir. Yəni özünüz düşünün. Atmalar 5-25-dir. Raşotkalarına qədər hamısı çəkilib. Belə bir ev. Buyurun, tələsin 190-ın axırında. Qiymət 67 min.